Salam hörmətli izləyicilər, bu videomda mən sizlərə ən çox mükafat almış dövlət xadimlərinin adlarını açıqlayacağam. Belə ki, birinci sırada vaxtilə SSR Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsində çalışmış Leonid İliç Brejnev gedir. Belə ki, Leonid İliç Brejnevin SSR-dən aldığı mükafatların sayı 36, xarici dövlətlərdən aldığı mükafatların sayı isə 64-ə bərabərdir. Beləliklə də ümumilikdə irili xırdalı onun aldığı mükafatların sayı 117-yə bərabərdir. Həm də Leonid İliç Brejnev eyni zamanda bir gündə ən çox mükafat almış şəxs kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Belə ki, o 1981-ci ildə 18 dekabrda öz ad günündə 10 fərqli mükafatlar almışdır. İkinci yerdə isə vaxtilə SSR Nazirlər Sovetinin sədri vəzifəsində ələ keçirmiş olan Nikita Xruşovdur ki, Nikita Xruşovun aldığı mükafatlar, SSR-dən aldığı mükafatlar 28-ə, xarici dövlətlərdən aldığı mükafat isə 11-ə bərabərdir. Bu, siyahıda, Sovet İttifaqının marşalları da var idi. Bu marşallardan da ən çox mükafat alan, Malinovski idi ki, Malinovskinin aldığı mükafatların sayı 51-ə bərabərdir. Sonradan isə 2-ci Dünya Müharibəsində iştirak etmiş marşallardan isə ən çox mükafat alan marşal Katkov idi ki, onun da aldığı mükafatların sayı 17-yə bərabər idi. Bu estafedə vaxtilə SSR-nin tərkibində olan respublikaların birinci katibləri də qoşulmuşdular. Bu siyahıda Özbəkistan Komünist Partiyası Mərkəzi Komitəsinin vaxtilə birinci katibi vəzifəsində çalışmış Şərəf Rəşidov da vardı ki, onun aldığı mükafatların sayı 10-a bərabər idi. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.